Tamam dostlar, bugünkü mövzuda enamlar haqqında danışmaq istəyirəm. Nədir bu enamlar və necə istifadə olunur? Yəni, son nəticədə rezultda yenə nəticəni göstərməsə və nəticəyə gedən yolda videoda yavaş-yavaş qət eləyəsinik. Bir də enamımız var. Enam içərisində override edilən metodlar var və dəyərlər var. Hər bir dəyərin özünün, belə deyim, qiymətləri var burada yerləşdirilir. Okay, bura gəlməmişdən öncə biz sadə formada bir dənə ChatGPT-yə soruşsaq ki, enam nədir, nə üçün istifadə edilir? ChatGPT bizə normal cavab verəsidir ki, hansı ki bizə lazımdır, belə deyim, nəzər olaraq bilmək üçün. Enam nədir? Məsəl üçün burada deyir, enamın içində yalnız öncədən müəyyən edilmiş konstantlar olan bir tipdir və harda istifadə olunur, nə üçün istifadə edilir? Normalda statuslar, növlər, rollar, rənglər kimi məlumatlar dəyişmir və bunlar saxlamada istifadə olunur və real praktikada doğrudan çox istifadə olunan tipdir, belə deyim, enamlar. Tip forması dir order status mümkün deyil, çünki bunu order nöqtədə vermək lazımdır. Okay, niyə görə bu formada mümkün deyil, niyə görə o formada yazılmalıdır? Bunu artıq videomuzun mövzusu budur. İndi gəlirik öz, belə deyim, klassımıza gəlirik və enamlar haqqında biraz ətraflı danışaq. Enamlar dedik ki, enamları yaratmaq üçün necə yaradırıq? Bir dənə sağ klik, new, Java class. Burada class interface, record interface toxunuq. Class onsuz yaratmışdıq. Enamlara baxırıq. Enam burada olsun. Bir dənə color enam. Bir dənə color enamımız var və onun içərisində nələr var? Rənglər var. Bu rənglər ola bilər red, green, black. Digər rənglərimiz var. Biz main içərisində gəlib istifadə etmək istəsək, necə müraciət edəsik? Color üzərindən nöqtə, green, red, black şəklində çağırıb istifadə edəsik və enamların içərisində bizim görmədiyimiz, ancaq JDK tərəfindən istifadə olunan metodlar var. Bunlar hansılardır? Name metodudur, compare to'dur, equals objectin özünə gəlir səhvlər. Məsələn, equals hash kodlar. Ordinal-da özünün içərisinə yazılıb, yox, equals özü də içərisinə yazılmış. Bu metodlar hansı ki, enamın içərisində var, ancaq biz görmürük. Bunlar istifadə olunur. Deməli, enam içərisində biz nə yarada bilirik? Metod əlavə eləyə bilirik enamlar içərisinə və dəyişənə də verə bilirik. Məsəl üçün, burada name elədik və nöqtə sort eləyirik, sort. Bu nədir? Yaşılın name'ini gətirib ekrana çıxartmaq üçün istifadə olunur. Və ordinal yazsaq, sıra nömrəsi, hansı sıradadır, onu görmək üçün istifadə olunur. İndi bunun da ordinalını yazaq. Niyə görə yazaq? İndi deyirəm, burada hansı sıradan başladığını bilmək üçün. Green birinci bizim enam dəyərimizdir. Baxaq görək nədir? Dəyəri 1 formasında. Baxıram, green ikinci idi, 1 gəldi. Yəni, bura red yazmış olsam, nə gələsidir? 0 gələsidir. Bu nəyə bənzəyir? Əreylərin, belə deyim, indeksləməsinə bənzəyir. Yəni, birinci element haradadır? 0-dadır. Ordinal nədir? Birinci elementin. Birinci element ordinal 0-dır. Okay, indi baxaq görək enamlar necə olur ki, bu qaydada dəyərləri saxlayır. Yəni, bizim, belə deyim, altyapı nədir? Klasslardır və klasslar üzərində dəyişilərlə enamlar meydana gəlir kimi baxmaq olar. Yəni, enam xüsusi bir dənə tipdir ki, necə tipdir? İndi bu example kitabdan götürmüşəm, OSP kitabından. Yəni, hər bir enam tipi public static final olan bir dənə dəyəri saxlayır özündə. Hər bir enamın qabağında public static final var. Bunu hardan bilə bilərik? Enamın adını yazırıq nöqtə qoymaqla, onun adı gəlirsə, deməli, bu nədir? Statikdir. Həm də başqa paket rəngsisi varsa publicdir və dəyər dəyişə bilmirsə finaldır. İndi mil, məsəl üçün, burada nədir? Klassın tipi. Bizim enamımızın tipində də colordır. Elə ki, burada gözə görünməyən bir dənə funksiya işləyir. Arxada color, məsəl üçün. Burada hansı ki maildir. Okay, burada color var və extend edib enam içərisində enam və generic içərisində mail istifadə edir və əsas bizi maraqlandıran cəhət nədir? Burada new, mil və dəyərlər göndərilir. Bizi əsas maraqlandıran isə budur. Yəni, burada da bir yerlərdə hər bir enamın dəyəri özündə color'ın bir obyektini saxlayır. Kimi baxa bilər. Yəni, burada belə bir şey var. Public. İndi, burada nöqtə virgüllə bağlasam. Public, static, final, məsəl üçün, bir dənə dəyər verim. White bərabərdir new
color boş constructor tipində. Və burada bizim public static final white bərabərdir new color. Hansı ki burada göstərilib. Okay, bir dənə tiplə bura qeyd edək. Color tipində. Okay. New color şəklində bir dənə dəyər saxlanılıb burada. Amma new color xəta verir. Çünki belə deyim. Yəni mövcud deyil də. Belə bir constructor mövcud olmadığı, constructor olmadığı, newlamaq olmadığına görə bu bizdə avtomatik olaraq nə edir? Xəta verir. Okay. Deməli, bu nədir? Bütün dəyərlər public static final şəklində göstərilir. Bunu elə belə example üçün verdik. Bunu silirik buradan. Okay, indi biraz məsələni biraz dərinləşdirək. Nə eləyək? Redə bir dənə dəyər verir. Məsəl üçün, bir dəyərini verdim redin içərisinə. Bu avtomatik xəta verir. Niyə görə xəta verir? Biz dedik ki, red enamı içərisində nəyi saxlayır? Bir dənə belə deyim, color'ın bir obyektini saxlayır kimi bir dənə şey fikirləşdi. Yəni constructor var, fərqli constructor və bu nə edir? Color'ın bir dənə obyektini saxlayır. Ona görə də burada xəta verir. Burada xəta verirsə biz nə etməliyik? Biz constructor yaratmalıyıq. Okay, create constructor eləyirik və int i-ni götürür və burada red-dəki xəta aradan qalxır. Amma green və black-də xətalar həll olunmuyor. Niyə görə davam edir? Əgər bizdə default boş constructor heç nə istifadə olunmursa, boş constructor istifadə olunur və bütün enam value-ları, enam dəyərləri boş constructor istifadə olunur. Ancaq biz hər hansı bir parametrli constructor əlavə etdiyimiz zaman boş constructor artıq əzmiş oluruq, o məntiqədən qaldırmış oluruq və artıq boş constructor yoxmuş kimi davranır bizim kod. Və green black boş constructor istifadə edilir. New color var orada arxada bizim görmədiyimiz təsəvvür edin ki. Və burada hər hansı bir boş constructor olmadığı görə xəta verir. Bunun üçün də biz nə etməliyik? Bir dənə boş constructor yaratmalıyıq burada. İndi color'ın bir dənə boş constructor yarada bilərik. Okay, boş constructor yaradıq, xətalar oradan qalxdı. Ya da nə edə bilərik? Bunların həm green, həm də black üçün dəyər göndərə bilərik. Bura göndərdik 2 məsəl üçün. Burada göndərdik 3. Nə gözəl. 2 və 3-ü göndərdik. İndi biz bayaqların enamın valuesunu ordinalımıza da götürə bilirdik. Aradan main içərisində. Ordinal yazdım. Run elədim. Təkrar edin ordinalını götürmək istəyirəm. Və ekrana result olaraq nə çıxır? 0 çıxır. Amma mən istəyirəm ki, indi color içərisindəki belə deyim, bu dəyəri götürüm. Bu dəyəri necə götürə bilərəm? İndi baxıram ordinal. Silirəm buradan ordinalı. Red nöqtə yazıram. Ordinal var, name var. Amma mənim o ordinalı məsəl üçün ya da enamın o dəyərini gətirməyim üçün bir dənə metod görə bilmirəm burada. Ya da color nöqtə yazıram. Ancaq belə deyim, value of-u seçə bilərəm və red'i göndərə bilərəm. Görək bu bizə nə kimi kömək eləyir. Color nöqtə red'i çağırıram. Okay, bu da bir kömək eləmədi. Deməli, bunu biz fərqli üsulla necəsə gətirib ekrana yazdırmalıyıq və bunu necə eləyə bilərik. Okay, indi gəlirəm mən color enamının içərisinə. Biz constructor əlavə elədiksə, biz bu dəyəri götürüb, biz də dedik ki, bu hər biri bir dənə new yaradıb içərisində dəyərləri saxlamaq üçün istifadə olunur. Burada biz private bir dənə dəyişən əlavə edə bilərik və hər biri üçün bu dəyəri saxlasın özündə. Private int number ola bilər bu. Number. Okay, private int number deyə bilən dəyişənimiz var. Biz kodu biraz sərgiyə salırıq. Oradan gələn həmin i dəyərini nəyə bərabər edirəm? Number bərabərdir. Oradan gələn i dəyəri. Bunu əlavə elədiyim anda bu avtomatik kod nə edir? Construct içərisində number-ı, i-ni i-yə mənimsətmiş olur. İndi mənə lazımdır ki, bu i-lərin dəyərini mən nə edeyim? Numberların dəyərini ekrana yazsın. Bunun üçün də mənə lazımdır. Bir dənə getter metod lazımdır. Bu da eləyirəm məsələn public return type nədir? Int-dir. Return type int olan bir dənə public return type int. Bir dənə də gətirdik. Bunu statik edə bilərik. Okay, indi görək statik eləməyən nə baş verir. Int get number elədik. Belə elədik. Bir dənə də metodun bodisi nədir? Return nədir? Return edir number. Nöqtəli vergili qoyduq. İndi bunu statik eləməyə, public static number eləyəndə number xətadır. Çünki number nədir? Instance olduğuna görə xəta verir. Statiklərin instanceları və statiki görməsi haqqında gedib araşdırma eləyə bilərsiniz. Okay, bunu buradan sildim. Okay, kod normal işləyir. Biraz da kodu sərgiyə yenidən salaq.
Deməli, gəlirəm main içərisinə. Bu arada Ctrl Alt L basanda kod səliqəyə düşür. Deməli, nə edirəm indi? Color içərisində deyirəm. Color classın enamın içərisində bir dənə e, red.getNumber deyə bir dənə metod var. Onu çalışdır. Və bu niyə görə color.red.getNumber oldu? Biz dedik ki, color bir enamdır və həmin enamın içərisində nələr var? Bu enamın value'ları var və hər bir value içərisində nəyi saxlayır? New color obyektini saxlayır deyə bilərik. Və avtomatik olaraq buradakı get number metodu hardadır? Bizim enamımızın içərisindədir və hər biri içərisində bu get number metodu override olunur və buradakı dəyərləri çapa verir. Hər birinin öz dəyərini gətirir, çapa verir. Məsələn, mən red'i çağırmaq istəyəndə red.getNumber eləyirəm. Red'in getNumber'ını ekrana çapa verir. Baxaq. 1. İndi məsəl üçün black eləmək istəyəndə run edirəm və black-in get number-ını gətirir, çağırır, çapa verir. Okay, bura kimi məncə aydındır. Heç çətin bir yeri yoxdur bura kimi. Və indi enam içərisindəki metodlar istifadə elədik enam içərisində hər hansı bir metod və dəyişən istifadə edir. İndi abstract metodu bəs istifadə edə bilərəm enam içərisində. Onu yoxlayaq. Məsələn, biz abstract metodu nəyin içərisində istifadə edirik? Interface içərisində default olaraq verilirdi. Abstract class içərisində verilirdi. Abstract metodlar class içərisində biz abstract metod verə bilirdiyimi bilmirdik. Amma enam elə bir xüsusi tipdir ki, bunun içərisində biz abstract metodu istifadə eləyə bilirik. Ctrl-C elədim. Gəlirəm bura yazıram Ctrl-V. Bunu da get number 1 eləyirəm və public abstract int eləyirəm. Və public abstract int elədiyim zaman xəta verir. Çünki burada abstract metodun boyutu olmamalıdır. Nöqtəli vergili qoyuram. Xəta aradan qalxdı hələ ki metod tərəfə. Amma bütün red, green və black enamlarında nə baş verdi? Xəta baş verdi. Niyə görə xəta baş verdi? Çünki color'ın bir instance-ını saxlayır içərisində. Bayaq dediyimiz kimi. Bu instance-ı saxlamağına baxmayaraq nə baş verir? Bu instance new color var. New color içərisində amma bir dənə abstract metodum var. Bu abstract metodu istifadə eləməlidir. Amma istifadə edə bilmir. Niyə görə bilmir? Çünki bu bir dənə abstract metod. Çağırsa boş bir dəyər gələsidir. Heç bir funksiyanı icra eləyəsi deyil. Ona görə də gəlməli nə etməli? Biz red, green və black içərisində bu metod, abstract metodu override eləməliyik. Gəlirik bir dənə lampoçka basıq, implement metodu bizə avtomatik olaraq təklif elədi ki, bu metodu implement elə. Implement eləyirəm. Green-də də məcburam implement eləməyə. Green-də də implement eləyirəm. Okay. Black içərisində gəlirəm. Black-in özündə də implement eləyirəm. Okay. Deməli, bu nədir? Return type int-dir. Bunun return type-ını string eləyə bilərdim, amma nəysə eləmədi. Həftənin günlərini, məsəl üçün, qaytarmaq üçün belə maraqlı task olardı bizim üçün də. Okay, deməli, override olundu. Get number 1, get number 1, get number 1 bütün enamlar tiplərində nə oldu? Override edildi. Return buna eləyirəm 1, return 2 və return 3 ardıcıl şəkildə eləyirəm. Okay, return 3 elədim və bunu necə istifadə eləyəcəm? İndi gəlirəm main içərisinə. Main içərisinə gələndə bizdə nə var idi? System out printerin yazır çünki return type var. Color enamı üzərindən nöqtə red içərisinə müraciət edirəm və nöqtə nə edirəm? Bir dənə get number 1 metodum var. Nəyin içərisində? Bu color içərisində idi. Enamın içərisində red gəldi override elədi və get number 1 metodunu çağırıram. Və run elədiyim zaman nə baş verir? Baxaq görək nə baş verir. 3 və 1. Red olduğuna görə 1 çapa verildi. İndi burada fərqli bir dənə şey eləyə bilərik. Get number 1 nəyi dəyişə bilərik? Məsələn, burada black-i dəyişə bilərik. System out printerin bura qaradır. Okay, gəlirəm main içərisinə. Burada yazıram black. Black yazdıq, get number 1-i çağırdıq. 3 yazdı. Bura qaradır yazdı çıxmalıdır və 3 ekrana çapa verilməlidir. İndi enamlar haqqında hələ ki bu qədər. Əlavə suallarınız olsa videonun yorum hissəsinə yaza bilərsiniz. Bir də əlavə task kimi nə işləyə bilərsiniz. İndi OSP kitabında, Müqayinə OSP kitabında qəşəng bir example var. Burada nə deyir? Həftənin günləri qeyd olunub enam şəklində və yeməklər qeyd olunub. Burada enamın dəyərləri kimi saat göstərilib. Saat və dəqiqə şəklində göstərilir.
Burada kodun bir yerlərində hash və mm şəklində göstərilir. Saat və dəqiqə göstərilir. Breakfast'in saat neçədə olur və həftənin günlərinə görə breakfastlərin dəyəri göstərilir. Məsələn, normal qiyməti breakfast'in dəyəri 10.50-dir və həftənin günlərinə görə isə bu dəyər dəyişir və 1.5-ə vurulur və return olur həmin breakfast'in dəyəri. Mən eləyəsiniz, task nədən ibarətdir? Həftənin günləri var. Həftənin günlərinə görə səhər, günorta, axşam yeməyinin saatı və qiymətini göstərən bir dənə kod yaza bilərsiniz. Okay, indi main içərisinə göndərin və result da göstərmişsə və bu formada çalışın taskı eləməyə. Public static void main yazıldı. Okay, printf içərisində funksiya. Deməli, meal.breakfast name'i çağıranda onsa name çapa verilir. Get time string eləyəndə saat neçədədir breakfast, saat neçədə olasıdır. Ondan sonra da gəlib meal.breakfast meal price day.monday. Monday'da breakfast'in qiyməti neçədir formasında və bu şəkildə enam fərqli enam göndərəndə də dəyərlər dəyişəsiz. Bu şəkildə kod yazıb enamlar haqqında bacarılarınızı daha da gelişləndirə bilərsiniz. Okay, bugünlük də bu qədər enamlar haqqında bu qədər. İnşallah gələn videolarda görüşmək ümidi ilə hələlik.